qocalıram, yaşlanıram, mən xəstəliklərlə üzləşmək istəmirəm, ölümlə məsələn üzləşmək istəmirəm. Yəni bu nədir? Bioloji proses sənə çətin gəlir, qorxulu gəlir və deyirsən ki, vaxt donsun. Hər şey dayansın və mən olduğum yaşda məsələn qalım. Əslində məsələn insan bu nöqteyi nəzərdən baxanda ancaq qorxu ilə baxanda gələcəyinə fərqi yoxdur da indi hansı yaşdadır. Burada düşüncə darlaşır. Ümumiyyətlə insanın psixikası stres yaşayanda istər-istəməz sən geniş, ətraflı düşünə bilmirsən. Məsələn də təsəvvür eləyəndə ki, hələ tutalım qocalığı fikirləşirik, hə? İndi ola bilər burada mən yaşlı insanlar da var. Məsələn, qocalığı fikirləşən adam geniş düşünə bilirsə, daha belə rahat baxırsa bu mövzulara, məsələn deyəcək ki, hə, mən indidən həyatımı elə yaşaya bilərəm ki, qocalığımı gümrah keçirərəm, yaşlılığımı mən belə çox sağlam, aktiv şəkildə keçirərəm. Yəni ki, çünki bilirik ki, insan var 20 yaşda, 30 yaşda passivdir, düzdürmü? Heç onda o aktivlik yoxdur. Bilirsiniz 80 yaşındakı adam, nə bilim, həm torpaqla əlləşir, becərir, əkir, neynir, nə bilim, oradan vurur, buradan çıxır, hər şeyləri nəvələrdən də xəbər tutur, öz işini də qurur. Yəni ki, o qədər aktiv həyatdır ki. Bir sözlə insanın çox vaxt qorxularını, bax o istəmirəm, ay onu istəmirəm, ay bunu istəmirəm, ay çətindir, ay dala çəkilim, ay bunu eləməyim, onu eləməyim. Çox vaxt insan öz gözündə əslində abartır.